Çıxış üçün səhnəyə dəvət olunur. Xanəndə metodist Vəsilə xanım Quliyeva və onun tələbələri bizlər üçün Xudayar təslimi səsləndirəcəklər. Biz 8 ildir ki, bu gözəl maarifləndirici Azərbaycanımızın inkişafı üçün gözəl bir tədbirlə irəliləyirik və Allah'ın arzumuz budur ki, uğurlarımız daim olsun. Bu yolda biz çox çətinliklər çəkmişik, buna baxmayaraq biz şəxsən öz adından biləm ki, mən bütün həyatımı Azərbaycanımıza və mədəniyyətimizə həsr etmişəm. Və Allah'tan arzumuz budur ki, bizim bu tələbələrimiz Azərbaycanımızın tanınmış şəxsiyyətlərindən, müğənnilərin, xanədələrindən olsunlar. Bir daha təşkilatımıza rəhbəri Səlah xanıma, gələn qonaqlarımıza, liderlərin başda olmalar, bütün şəhid analarımıza, atalarımıza, qazilərimizə, onların ailələrinə, hamısına öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Və Allah bütün şəhidlərimizə məkanı cənnət eləsin ki, gözəl günlərimizə bəxş edir. Ona görə də biz bir Xudayar təslimini səsləndirmək istəyirik. Buyurun. İntiqam mənim fəxri mədəniyyət işçisi Gönül olsun.